sənidir, aman ayamam, səbəb nədir ki, peymanın əhdi sındırdın, vəfanı əhdə əzəl etibar edən sənidir. Bu qəmli könlümü yaşad edən salində çəkib yanmışam fərağında, məni boyu rəncü bəlaya düçar edən sənidir. Əziz aləmidir, əziz aləmidir, natəvan visalinlə çəkinməz əllətin, hicrana xar edən sənidir. Gittim gördüm bulaklardır, bulaklardır, bulaklar. El yüzünü yumaklardır, yumaklardır, yumaklar. Gittim gördüm bulaklardır, bulaklardır, bulaklar. El yüzünü yumaklardır, yumaklardır, yumaklar. Boşa hallar yanaklardır, Təşəkkür edirik, çox sağ olun, minnətdarıq. Kamilə xanım, gözəl bir ifadə, sizə çox gözəl dəstək verdilər. Ələsgər müəllim, Xəyyam müəllim, Çinarə xanım və digər çox dəyərli musiqiçilərimiz, çox sağ olun. Səhv eləmirəmsə, bu Nəbi Xəzrinin şeiridir. Əziz tamaşaçılarımız, əziz dinləyicilərimiz, elə ifaçımızın ifasına qüvvət olaraq Kamilə xanım deyir, sevəndə elə bir ürəklə sev ki, desinlər ən böyük səmimiyyətdir, yarımçıq sevmək, yarımçıq sevgi, yarı məhəbbətdir, yarı nifrətdir. Ona görə də heç bir işdə, heç bir istəkdə yarımçıq olmamaq istəyilə bir daha salamlayırıq sizin hər birinizi.
Və bir daha yaddaşını deyirəm ki, hal-hazırda həm söhbətimiz yazıcı, publisist, tarixçi Yunus Oğuzdur. Və mütləq əziz tamaşaçılarımız onu vurğulamaq istəyirəm ki, bizim milli ədəbi ictimai mühitdə çox ciddi bir tarixçi, yazıcı kimi qəbul edirlər qələm yoldaşları Yunus Oğuzu. Eyni zamanda ictimai mühit Türk tarixini qədim dövrlərdən üzübəri gözəl, mükəmməl şəkildə öyrənmiş və araşdırmış bir tədqiqatçıdır. Tarixi məsələlərə, yeni metodlara, yeni üsullarla yanaşmağı bacarır, deyir tədqiqatçılarımız. Sizin haqqınızda Yunus müəllim. Amma mənə maraqlı gələn bir siz nədir bir oxucu olaraq? O təzəlik, o yenilik, o yeni üslub, o yeni metod nədir ki, bizim tarix təfəkkürümüzdən uzaqda qalmışdı, amma siz onu bizim yaddaşımıza gətirirsiniz və gətirdiniz də. Məsələ belədir ki, istənilən insanın, toplumun, etnosun 3 cürə yaddaşı var. Biri pasiv yaddaşdır, biri aktiv yaddaşdır. Yəni aktiv yaddaş bizim gündəlik danışıq tərzimiz, gündəlik həyatda insanlarla ünsiyyətdə olduğumuz yaddaşdır, aktiv yaddaşdır. Pasiv yaddaş zaman-zaman öyrəndiyin bir şeylərdir, elmdir və yaxud da nə isə görmüsən, onu atırsan pasiv yaddaşına. Zaman olanda onu oyanır və bərpa edə bilirsən. Biri də var ki, 3-cü yaddaş növü də o gen yaddaşıdır ki, biz onu unutmuşuq və onun üstünə zaman-zaman toz, kərpiç, daş düşüb və onu faktiki olaraq bastırıblar. Mən o gen yaddaşını bərpa etmək istəyirəm. O gen yaddaşında isə göstərmək lazımdır ki, sənin etnik kimliyin nə xariqələr yaradıb keçmişdə və o xariqələri yaradan insanların biz övladlarıyıq. Və gələcəyə də o fəxrlə getmək lazımdır. Məsələn, deyək ki, Rusiyada, Türkiyədə Osmanlıların gen yaddaşı çox güclüdür. Onlar fəxr edirlər. Biri Rus olmağı ilə, biri Osmanlı, Türkiyə olmağı ilə fəxr edirlər. Çünki gen yaddaşı işləyir. Daim işləyir. Amma bizdə o gen yaddaşı qırılıb deyənə, məsələn, deyək ki, bizim özümüzün qəhrəmanlarımıza, bizim deyək, ən böyük sərkərdələrimizə, hətta dünya şöhrətli sərkərdələrimizə düşmən kimi baxmışıq. Və bizi uzun müddət onlara qarşı, deyək ki, nifrət aşılanıb və yaxud da ki, deyək ki, onların adı çəkəndə gülüş nöqtəsi olublar. Məsələn, deyək ki, Məşrubat kinosunda məsələn, Nadir Şah gülüş nöqtəsidir ki, deyir, mən Tarix Nadiri yarısını acan oxudum, heç nə başa düşmədim, bu yazıq hardan başa düşsün. Bilirsinizmi? Bax, halbuki Azərbaycanın ən böyük sərkərdələrindən biridir və biz onunla fəxr etmək əvəzinə həmişə deyirdik ki, Nadir Şah da bizə düşmən olub. Nə var, gəlib, tutaq ki, Şəkini zəbt edib, ya Şirvanı zəbt edib. Təbiidir, böyük imperiya yaratmaq istəyən Şəkini də zəbt eləməlidir, Şirvanı da zəbt eləməlidir. Böyük bir imperiya yaratmalısan. Bəzən çoxları deyir ki, gəlib qan töküb, göz çıxardı. Mən çoxlarına sual verirəm, ay balam, bəyəm imperatorlar, İskəndər Makedoniyalı və yaxud Napolyon və yaxud da ki, başqası bu imperiyaları yaradanda zurna qavalla gəliblər. Bunlar da qılıncıdan gəliblər də. Bunlar da göz töküblər, baş kəsiblər. Dövr elə tələb edirdi. Dövr müharibələr dövrüydü. Əlbəttə. Ona görə də indi biz onun o gen yaddaşının bərpası ilə məşğul oluruq ki, bəli, müəyyən qədər keçmişimizə fəxrlə baxaq, o coğrafi ərazilərimizi görək ki, toponimlər, bizim nə böyük toponimlərimiz olub ki, Hind okeanından tutmuş ta Qaradəniz sahilinə qədər bizim imperiya ərazilərimiz olub. Bax, o gen yaddaşını biz bərpa eləməliyik. Yəni, 86 min əslində bu daha bizə bugün də vacibdir. Çünki biz Ermənistanla müharibə şəraitindəyik və insanlara o qəhrəmanlığı aşılamalıyıq ki, bizim təkcə 86 min kvadrat kilometr ərazimiz olmuyor. Həm də bizim, onun da 20% tutulur. Həm bizim, nəinki 80, bizim 3 milyona qədər, 3 milyon kvadrat kilometrə qədər bizim ərazilərimiz olub və təəssüflər olsun ki, gen yaddaşı itdiyindən kiçilə, bölünə gəlib çıxmışıq, bax bura, 86 mində qalmışıq, onun da 20% işğal olunur. Aydındır. Ümumiyyətlə, yazar üçün ilk növbədə nə lazımdır, Yunus müəllim? Tarixlə işləmək mədəniyyəti, bir də bədii güclü təfəkkürün olması? Təbii, o əslində belədir də, birinci növbədə ideya olmalıdır. Nə üçün bu əsəri yazırsan? Mən yazarlar tanıyıram ki, elə yazmaq xatirinə yazır, əsəri açıb oxuyursan, görürsən ki, heç bir içində ideya yoxdur. Aha, bəli. Nəyə yazırsan?
ki, bu yazdığın millətə xidmət etməyəcəksə, dövlətə xidmət etməyəcəksə, 2, 3, 5 ətrafındakı dostuna xidmət edəcəksə, ki, onu heç yazmağa dəyməz. Təbii birinci ideyadır. Əgər tarixi əsər yazırsansa, hökmən tarixi mənbələrə və o tarixi araşdırmalısan, tarixi kifayət qədər öyrənməlisən. Üçüncü də sənin dil üslubunu seçməlisən. Dövrün coğrafiyasını da yaxşı bilməlisən. Hökmən. Üçüncü də dil üslubun düzgün olmalıdır. Yəni, o mürəkkəb cümlələrlə, deyək ki, əslində tarixi əsərlər, yəni bədii tarixi əsərlər çox zaman təkiyyə dilində yazılanda daha asan oxunur və insanlara daha tez çatır. Bir də var ki, deyək ki, akademik dilində bir ədəbiyyat yazırsan. Çox çətindir. Akademik dildə ədəbiyyat... Mənimsəmək çox çətindir. Mənimsəmək, başa düşmək çox çətindir. Oxucu əziyyət çəkir, bəli. Sadə və rəvan dildə. Madam ki, az öncə siz Nadir Şahın adını çəkdiniz, bu tarixi romanı sonradan çox böyük əhəmiyyətə malikdir. Yəqin ki, bizim rejissorumuz Pərviz indi göz önünə gətirəcək bu əsəri, bu kitabı. Təbii ki, söhbətinizdə də hiss olundu, əsərdə də hiss olunur ki, bu Nadir Şah xüsusi bir məhəbbətiniz var sizin. Mənə maraqlıdır, niyə bu qənaətə gəldiniz ki, Nadir Şah dövləti qura bilərdi, amma idarə edə bilməzdi? Əgər kökdə quruculuq varsa, niyə də idarə etmək olmasın? Nadir Şahda dövləti idarə etmə yox idi. Amma qurmaq ideyası güclüydür. Qurmaq qurdu da, zaten qurdu da. Dövləti qurmaq üçün onun kifayət qədər, deyək, oturuşmuş bürokratik aparatı olmalı idi. Özü də oturmalı idi. Yəni, at belində, yəhər üstündə az gəzməli idi artıq. O imperiyanı qurandan sonra, imperiyanın bir ucu, deyək ki, Dehliyə qədər gedib çıxırdı, bir ucu Orta Asiyaya, bir ucu da Bağdada qədər. Yəni, Gürcüstan da daxil olmaqla və çox böyük sərkərdəlik qabiliyyəti var idi. Düşüncələri çox böyük idi, düzdür. O düşüncələr sonradan onun, deyək ki, oğlunun gözü, oğlunun ona sui-qəstindən sonra onun psixikasında pozulma başladı. O daha ondan sonra amansız olmağa başladı və nəticəsi də ona sui-qəstlər oldu. Amma böyük sərkərdə idi. Deyək ki, Suvorovun Alp dağlarını keçməsi, Nadir Şah ondan haradasa 67 il qabaq keçib. Amma Yangız dağların Bağdada almağa gedəndə, yəni qarlı aşırımlardan düşmən gözləmədən. Amma indi Nadir Şah yəqin ki, ya İngilis olsaydı, ya Rus olsaydı, Suvorovdan daha adlı sanlı olardı və daha çox təbliğ olunardı. Nəinki Suvorov. Məsələn, deyək, 18-ci əsr İtaliya tarixçiləri, şərq tarixçiləri Nadir Şahı şərqin Napoleonu adlandırırlar. Təsəvvür edin. Yunus bəy, əsərə oxunaqlıq gətirən təkcə dildir? Yox, tarixi mənbələrdir. Deyək ki, yazıçının özünün təxəyyülüdür. Hökmən orada təxəyyül var. Deyək ki, konfliktlərin bir-birini əvəz etməsi var, münaqişələrin. Deyək ki, ondan sonrasında sevgi hissəsi var, ondan sonrasında sevgidə bədbəxt olma hissəsi var. Yəni, bunların hamısını birləşdirməlisən ki, bu bədii əsərdir, oxunaqlı olsun. Və onun oxunaqlı olduğu üçün də, məsələn, deyək ki, 5 dəfə artıq, 5 dəfə nəşr olunub. Nadir Şah, Təhmasib Şah 4 dəfə, Əmir Teymur deyək ki, 2 dəfə. Bəli, 2 dəfə artıq nəşrə gedib. Artıq 2 dəfə nəşrə gedib, baxmayaraq ki, bunların yaş fərqi bu 4 ildə artıq nəşr olunub, bu il. Nəşr olunub. Odur ki, mən fikirləşirəm, Türkiyə çox marağında oldu, Türkiyədə artıq çoxdan nəşr olunub, Amerika Birləşmiş Ştatlarında, İngilis dilində, Böyük Britaniyada İngilis dilində nəşr olunub. İranda da səhv eləmirəmsə, hə? İranda belədir ki, indi ad çəksək deyəcəklər ki, belədir, amma qeyri-rəsmi. Nəşr olunub. Qeyri-rəsmi nəşr olunub. Ümumiyyətlə, burada bir məqama toxum. Bizim 16, 17 və 18-ci əsrlər ədəbi, bədii və ictimai fəlsəfi düşüncəmiz üçün çox mühüm məsələdir. Niyə? Bilirsiniz, söhbət ondan gedir ki, bayaq mən dedim, bizim bədii fəlsəfi, bax, deyək ki, 13-14-cü əsrdə fəlsəfi fikirlərə Bəhmənyar qatıldı. Deyək ki, ondan qabaq 11-ci əsrdə, o zaman bilirsiniz, o zaman Türk dünyası hamı eyni dildə danışırdı. Bax, 15, 16, 17-ci, 18-ci əsrin sonuna qədər bütün Türk dünyası bir-birini gözəl başa düşürdü. Sonra nə baş verdi ki? Sonra, bax, deyim sizə, sonra məsələn, deyək ki, Rusiya bizi işğal etdi.
dildə müəyyən dəyişikliklər getdi. Ondan sonrasına o tərəfdən deyək, Qacarlar sülaləsini Pəhləvilər devirdi, farslaşma getdi, fars sözlərini daha çox əlavə etdilər. Ərəb sözlərini deyək ki, daha çox əlavə edirdilər. Biz 18-ci ildən sonra, hətta Sovetlərin vaxtında da dildə tamam təmizləmə getdi. Daha çox ərəb fars sözlərindən və rus sözlərindən təmizləmə gedirdi. Müstəqillik dövründə isə, müstəqilliyin növbəti dövründə 91-ci ildən sonra isə ərəb fars sözləri tamamilə təmizləmə gedir. Düzdür, tam azad ola bilməyəcəyik, təbiidir. Onun yerinə, məsələn, deyək, Mahmud Qaşqarlının 11-ci əsrdə istifadə etdiyi sözləri biz gətirib tətbiq etsək, alınmayacaq. O zaman tamam türk, Divan-ı Lüğət Ət-Türkdə çox böyük bir, monumental bir əsərdir. Amma 11-ci əsrində zaman dəyişir, yeni terminlər, texnologiya ilə bağlı yeni terminlər gedir və s. Məsələn, deyək, biz kompüter dedik, Osmanlı türkləri bilgisayar deyir. Görürsünüzmü? Və düşüncələrdə fərqlər artıq başlandı. Məsələn, deyək, biz rus dilində, rusca fikirləşməyə başladıq, rus qafalı olduq. Məsələn, Güney Azərbaycanda yaşayanlar biraz fars qafalı oldular. Başqa yerdə yaşayanlar başqa qafalı oldular və belə düşüncələr artıq o mühit tərzi insanın düşüncəsinə, fikrinə, fəlsəfəsinə təsir edəcək getdi. Və son nəticədə də indi yenidən ortaq türk dili uğrunda mübarizə aparırıq ki, yenidən düşüncələrimizə, əski düşüncələrimizə qayıdaq. Sizcə Nail? Təbii olacaq. Artıq düşüncələrdə o düşüncələrin əsasını söz təşkil edir. Çünki sözlər olmasa sən fikir yarada bilməyəcəksən. O sözlər qayıdır bizə artıq. Məsələn, artıq ərəb dilindəki təyyarəni az işlədirik, indi uçaq işlədirik. Aeroport əvəzinə hava limanı işlədirik. Aydındır. Az öncə düşüncə dediniz, ümumiyyətlə bugün bir yazar olaraq, bir kənardan yazarlar ümumiyyətlə müşahidə qabiliyyəti daha çox olur. Yəni fərdi insanlardan fərqli olaraq kütlə psixologiyası sizə nə deyir? Kütlə psixologiyası insanı sıxır əslində. Tamamilə sıxır. Kütlə psixologiyası belədir ki, insan o kütlə psixologiyasında sıxılır, daralır. Nədən sıxılırsınız? Mən məsələn deyək ki, futbola baxmağa getmirəm. Yaradıcı insan kütlə psixologiyasından azad olmasa və fərdi qaydada özünün inkişafını təmin etməsə, o yaradıcı olmayacaq. Kütlə artıq onları, insanları idarə edir və şuurunda da dəyişiklik gətirir. İstər-istəməz, hökmən. Biz danışacağıq, bax, Təhmasib Şahdan mütləq danışacağıq, Əmir Teymurdan, Atilla tarixi romanınızdan danışacağıq. Amma deyirəm, bəlkə bu dəqiqələr üçün artıq bizim studiyamıza, məclisimizə bizim gənc ifaçı Mirələm Mirələmov da gəlib. Xoş edib, səfa gətirmişsiniz Mirələm bəy. Siz də xoş gördük. Sizin də bugün gözəl avazınızı dinləyəcəyik. Kamilə xanımı məhəbbətlə yola saldıq. Amma axırda bir düet olacaq, səhv eləmirəmsə. Neyiniyək? Musiqiyə keçid almamışdan qabaq bir rahatlıq üçün bir söz deyim, eləmi? Ya poeziya nümunəsi dinləyək, ya necə eləyək? Bu, Baburun... Aha, bəli. Bəlkə çox sevdiyiniz klassiklərdən bir nəsə söyləmək istəyirsiniz. Baburun bir sözü vardı. Yox, mən daha çox bir kəlam deyim də. Hətta qoy tamaşaçılarımızı da onu özləri üçün bir həmişə götür-qoy eləsinlər. İnsan adi həyatda daha sərbəst yaşayır. Ona görə də bu Babur Əmir Teymurun kökçəsidir, belə deyək də. Əmir Teymurdan 100 il sonra yaşayıb və böyük Moğol imperiyasını qurub Hindistanda. O, Babürnamədə yazırdı ki, insana 4 şey fəlakət gətirir. Biri zəlzələdir, biri seldir, biri yanğındır, biri də şöhrətdir. Hətta şöhrət. Şöhrət fəlakət gətirir. Odur ki, insan daha sadə olsa, insanlar arasında daha sərbəst, şöhrətindən, deyək ki, tanınmağından, deyək ki, sui-istifadə etməsin, biraz sadə gəzsin. Onda o insan daha çox, deyək ki, böyük hörmətə sahib olacaq. Mən də istəyirəm ki, bizim sözləri nəyə görə dedim, biz başımızı aşağı salıb işləməliyik. Azərbaycan üçün işləməliyik, gələcəyimiz üçün işləməliyik. Millət üçün, əlbəttə. Millət üçün işləməliyik və fikirləşməməliyik ki, bizə bu şöhrət gətirəcək və yaxud gətirməyəcək. Bizə düşən vəzifəni biz yerinə yetirməliyik. İcra eləməliyik, əlbəttə. İcra etməliyik.
Millət var olacaq onda. Təbii, onda var olacaq. Əlbəttə, onda bu gözəl fikirlərdən sonra Mirələm bəy sizə müraciət eləyək. Nə diləyəcəyik? Əvvəl bir hal-əhval tutaq, necəsiniz? Çox sağ olun, xoş gördük sizi də. Xoş gördük sizi də. Səhəriniz xeyirlər açılsın. Tamaşaçılarımızı salamlayırıq. Qonağımızı salamlayırıq. Gəlişməsin. Çox sağ olun. Dinləyək sizi, mühəbbətlə dinləyək. İnşallah. Buyurun.